Bir gün mənim yaşımda deyək də 40-45 yaşında bir oğlan xarici ölkədə olur bu. Müflisləşir. Elə bir günə qalır ki, yəni sıfır olur. Hər gün evdən gəlir, evdə ailəsindən bunu demir, həyat yoldaşlarına, bağlarına. Özü ilə yapar ki, sanki bu o şirkətləri, o otelləri itirməyib də. Gəlir hər gün evdən işləmiş kimi çıxır, gedir oturur parkda, qayıdır gəlir axşam evə. Bir gün də parkda gedib oturanda görür ki, parkda çox abırlı, qəşəng geyimli, keçimli bir yaşlı baba oturub da, 70 falan yaşında belə. Deyir ay oğul, nə olub? Deyir bəs belə. Mən hər şeyimi itirmişəm. Kişi qəşəng pəncərənin cibindən belə çıxardır çeki. O yazır da 1 milyon dollar. Deyir ala get işimi qur günan. Yenidən qur günan. Oğlan gəlir həmin çeki qoyur evə, başlayır sıfırdan o işin qurmağa. Düşünür ki, mən yenə də birdən batıram, amma 1 milyon dollarım qoydurub da evdən o çek. Saxlayım. Yenə oğlan işləyir 1 il, 2 il, 3 il, 5 il, yenə həmin şeyi başlayır qurmağa, güvənli olur, özgüvənli olur. Sonra zaman gəlir, deyir gedim o 1 milyon dolları götürüm, aparım banka. Aparır banka, deyirlər yox, bu saxta çekdir, bu orijinal çek deyil. Sonra adamı axtarır ki, görün bu niyə mənə saxta çek verib? Gəlirlər, tapır onu, deyirlər yox, o bəs dəlxanada olur, o kişi dəli olub, havalanıb, dəlxanadadır. Hərdən onu buraxırlar belə parka falan havalmaq üçün, o özün elə aparır. Nəyə gətirirəm sözümü? Adam, o dediyim oğlan, 45 yaşında olan, həyatını itirən oğlan, sərvətini itirən oğlan, baxın, onu yatırım kimi qoydu evə, özgüvən oldu. Onun olmasaydı onun özgüvəni olub, o yenidən o işi qurmayacaqdı. Bax, Forever mənim üçün budur. Forever hər zaman mənim üçün məni özgüvənli edən bir şirkət oldu. Hara getsəm də, neynəsəm də, hərdən birdən nəsə başıma düşünürəm ki, birdən bu olar, sonra bilirəm, olsun da, yenə Forever var da. Yəni Forever mənim həyatımda bax, qədər dönüşü olan bir şirkət oldu.